Məni izləyən hər kəsə salam, necəsiniz? İnşallah yaxşısınız. Abunə olub, şərh yazan hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun dəstəyiniz üçün. Videolarımı əgər bəyənibsinizsə, izləyibsinizsə, abunə olmağı, dəstək olmağınızı xahiş edirəm. Çünki abunəliyim azdır, baxış sayı çoxdur. Abunə olsanız, dəstək olsanız sevinərəm. Sabah işlərimi yekunlaşdırdım, yəni həyət baca işimi yekunlaşdırdım. Evə keçməmiş dedim elə lobyaları yığım, yoxsa qalır. Yəni evə keçdiyim zaman, ev işini gördüyüm zaman bayırda olan işlərim qalır, bayır işini gördüyüm zaman da ev işlərim qalır. Ona görə birinci lobyanı yığdım. Burada kabachki əkmişdim. Bunda 2 dənə qalıbdı. Bunlar ikisi də eyni vaxtda çiçəkləmişdilər. Biri belə yaşıl rəngdə balaca olubdu, biri isə çox böyümüşdü. Mən onu düşünmüşdüm ki, hər halda kabachki deyil, balqabaqdır. Amma sonra gördüm ki, yox, kabachkidir. Çünki balqabağın üzəri bərk olur, kabachki isə nazik olur. Burada isə evə keçdim günorta üçün yemək hazırlamağa. Yeməyin lobya bişirib qoymuşdum, dən lobya. Onu bir paketini çıxartdım, 2 yerə bölüb qoymuşdum buzluğa. Birini çıxartdım, indi günorta üçün bişirməyə. Bunu birinci yağ soğan edirəm. Yağ soğanın üzərinə tomat əlavə edib lobyanı əzirəm, üzərinə tökürüm və sarımsaqlı qatıqla biz elə yeyirik. Bu günə də əlavə işlərim var idi. Ona görə düşündüm ki, tez bazar günorta üçün nə hazırlaya bilərəm və elə ağlıma bu dən lobya gəldi ki, elə bunu hazırlayım günorta üçün. İşlərimi yekunlaşdırmaq üçün belə yağ soğan etdim, tomat əlavə etdim üzərinə və indi lobyanı üzərinə töküb üzərinə də hardasa bir yarım stəkan kimi su əlavə edirəm. Orada qaynayır vamxodda. Hazır olduqda isə üzərinə petruşka əlavə edirəm. Əslində şüyütlə yaxşı olur, amma şüyüt yox idi. Bizdə petruşka var idi. Ona görə elə petruşka əlavə etdim üzərinə göyərti olaraq. Günortaya yeməyimiz hazırdır. Mən bu arada lobyanı təmizlədim, yəni doğradım, yudum, amma o hissəni çəkməmişəm. Sonra keçdim şirniyyat hazırlamağa, günorta yeməyimizi yedikdən sonra. Şirniyyat da sadə, yəni sadə, yüngül, tez başa gələn şirniyyat hazırladım. Tvaroqlu, yəni şorlu keks hazırladım. Öz hazırladığım şordan əlavə etdim. Burada mən 2 sinilik etmişəm.
belə əvvəlcə çəkmədim, unutmuşdum çəkməyi. Sonradan dedim elə qoy çəkim. Bunu da bir sin üçün mən əlavə elədim 4 yumurta, 2 stəkan pesoq, 1 stəkan qatıq və yəni bundan 2 sinlik etdim mən. Sonra bir də bir kasa şor əlavə etdim. Vanil, soda, 1 stəkan da duru yağ tökdüm və qarışdırdım. Onu da yəni qatılana qədər əlavə etdim. Bunu ölçü ilə etmədim. Tez bazar hazır olsun deyə elə tökdüm. Belə hazırladım. Özüm videolarda baxıram, görürəm ki, balaca ələklə un ələyirəm. Özüm özümə fikirləşdim ki, görəsən niyə onunla ələyirəm ki, böyüyü var. Bugün böyüyü ilə eləməyə qərar aldım. Bir də bu gördükləriniz Şəfanın kamera önü işləridir. Kamera arxası işləri də olur. Onlar əslində çəksəm heç bəlkə də yəni zaman çatmaz. Məsələn, gündəlik işlər, o bişirib düşürdüyüm qabları yumaqdır. Sonra təmizlikdir, toyuq cücəni rahlamaqdır, onları otladığı zaman gözləmək, bulağa getmək, başqa bir işləri yerinə yetirmək. Yəni həddən artıq olur işim. Bu aralar isə daha çoxdur işim. Çünki həm yaydır, banka vaxtıdır, yəni qışa üçün hazırlıqdır. Sonra qışa təmizlikdir, nə bilim gəbə yumaqdır, ev təmizləməkdir. Başqa bir işlərim də var. Elə olur ki, bu günün işi məndə sabaha qalır. Belə yəni yığılır işlərim. Bu gün məsələn deyirəm ki, bu gün yekunlaşdıracağam, amma çatdıra bilmirəm. Bu gündən sabaha qalır. Nə qədər tez də dursam, işlərim yəni yekunlaşdırım elə yatım desəm də, yəni alınmır. Günlük işlərlə heç cürə. Burada keksimi də hazırladım və siniyə tökürəm. Birini maclı etdim, birini isə eləcə tökdüm. Sonra isə keçdim yığdığım kabaçkidən kotleti hazırlamağa, kabaçki kotleti. Bizdə kabaçkinin qızartması da yeyilir, bir də belə ən çox elə kotlet kimi hazırlandığı zaman daha çox bəyənilir. Bunu da axşama hazırlayıram. Axşam yeməyim hazır olsun. Sonra yəni həm lobyanı banka etməliyəm, həm də ki başqa işim var. Onu da yekunlaşdırmalıyam. Kabaçki kotletini də kabaçkiləri tyorkadan keçirirəm. Üzərinə yumurta, petruşka, bir də un əlavə edirəm. Burada kabaçki böyük idi deyə içi belə çiklənmişdi. Ona görə içini təmizlədim. Üzərinə 4 yumurta, 1 dəstə petruşka, bir də yəni burada nəzərə aldım ki, 4 dənə kabaçki olar. Ona görə 4 dənə yumurta tökdüm, 4 xörək qaşığı da un əlavə etdim. Duz, istot, sarı kök tökdüm və qarışdırdım. Sonra isə kotlet kimi görüntü verib qızartdım. Bir də kabaçkiləri tyorkadan keçirdikdən sonra suyunu möhkəm sıxıram. Burada həm də kekslər bir-bir bişirirəm.
Kabachkını tyorkadan keçirdim. Sıxdığım zaman suyunu gözümə az göründü. Ona görə dedim qoy yanına vermişil supu da yedim. Burada xırda vermişil supu da hazırladım. Elə həm kabachkinin kotletini hazırladım, həm də supu ilə eyni zamanda ikisini də hazırladım. Fikirləşdim ki, birdən az olar, çatmaz. Ona görə yanına sup əlavə etdim. Kabachkı sizlərdə də istifadə edilirmi, yeyilirmi? Ya qızartması, ya kotlet olsun. Bizdə mən hazırlayıram. Yəni əvvəllər uşaqlara kabachkının supunu hazırlayıb verirdim. Sonra evdə də gördülər, bəyəndilər. Elə ondan sonra özümüz əkib belə istifadə etməyə başladıq. Supun burada suyu qaynadı, vermişili əlavə etdim. Sadəcə yağ soğan etdim, kartof, biber, tomat, vermişil əlavə etdim. Xırda vermişil. Belə xırda vermişilli sup oldu. Allahın verdiyi nemətə min şükür. Bu günə də belə yeməklərimizi hazırlaya bildik. Sup hazırdır, qaynadı, vermişili pişdi. İndi göyərtisini əlavə edirəm. Kabachkı kotletini də qızartdım, yekunlaşdı. Axşam yeməyimiz hazırdır. Üzərinə umac əlavə etdiyim keksi birinci bişirmişdim. Onu çayla içdik, kəsmişdim. Bunu isə belə üzərinə şəkər pudrası əlavə edib elə doğradım. Onu doğramışdım deyə göstərmədim də, çəkmədim yəni. Bu isə sonu belə oldu yəni.
Burada isə mən yorğan sırıtmaq üçün yun verməli idim. Özüm sırıya bilmirəm. Əslində bəlkə də sırıyaram, yəni heç yəni sırımamışam. Amma döşək düzəldirəm. Öz döşəyimizi özüm düzəldirəm. İndi yəni payızdır, sondur. Yorğan, döşək düzəlmə vaxtıdır. Burada yun çırpırdım, dedim bir balaca kadrda video üçün çəkim, paylaşım. Burada isə lobyaları yuyub doğramışdım. Tez yunu yekunlaşdırdığım zaman keçdim içəri. Bankaları doldurdum. Yeməyim hazırdır. Dedim elə tez axşama qədər bunları qoyum qaynasın. Axşama da süd çəkəsiyəm, yəni işim var. Yenə ona görə bunu tez bazar bağlayım, aradan çıxsın. Burada isə sizlərlə sağollaşıram. Bir videonun da sonuna gəldim. İnşallah bəyənərsiniz. Əgər videom yeni önünüzə çıxıbsa, abunə olmağı, dəstək olmağı unutmayın. Abunə olan hər kəsə də yenə təşəkkürümü bildirirəm. Çox sağ olun. Yeni videoda görüşənədək Allaha əmanət olun.